Qadınların çoxsaylı münasibət keçmişi. Monoqamiya və qadınların cinsi azadlığı. Red Pill fəlsəfəsinə görə, qadınların çoxsaylı münasibət keçmişi yalnız şəxsi seçim deyil, eyni zamanda gələcək münasibətlər üçün ciddi siqnaldır. Kişilər bu baxımdan qadının keçmişinə diqqət yetirirsə, bu onların instinktiv və bioloji seçim mexanizmlərinə əsaslanır və bu davranış qınanılası deyil. 1. Seçimdə risklərin qiymətləndirilməsi. Kişi uzun müddətli münasibət və ya evlilik üçün qadını seçərkən onun keçmiş davranışlarına əsaslanaraq gələcəkdəki sadiqliyini proqnozlaşdırmağa çalışır. Çoxsaylı partnyor keçmişi olan qadınla uzunömürlü və etibarlı münasibət qurma ehtimalı bioloji və psixoloji baxımdan daha zəif görünür. Bu, statistik məlumatlara da əsaslanır. Cinsi partnyor sayı artdıqca boşanma riski də artır. 2. Kişilər instinktiv olaraq eksklüzivlik axtarır. Kişi münasibətdə öz qadınının sadəcə ona məxsus olduğunu hiss etmək istəyir. Bu, nəzarətçilik yox, bioloji kodlaşdırmadır. Keçmişdə kişi üçün əmin olmaq vacib idi ki, uşaq həqiqətən onundur. Bu instinkt bugün də fərqli formada özünü göstərir. 3. Cinsi azadlıqla sevgi dəyərlərinin qarışdırılması. Qadın, öz bədənim, öz seçimim deyərək çoxsaylı münasibətlərə girə bilər. Bu onun hüququdur. Amma kişinin də seçim haqqı var. O belə qadınla ailə qurmaq istəməyə bilər. Bu diskriminasiya deyil, fərdi sərhəddir. 4. İkili standart deyil, fərqli risklərdir. Qadının və kişinin cinsi keçmişi bərabər şəkildə qiymətləndirilməməlidir. Cəmiyyət bir kişinin qadınlar tərəfindən arzu olunmasını onun statusu və dəyərinin göstəricisi kimi qəbul eləyir. Qadının isə çoxsayda kişi ilə münasibəti onun dəyərini artırmır. Əksinə, potensial etibarsızlıq və qərarsızlıq siqnalı kimi görülə bilər. 5. Təcrübə ilə keçmiş fərqlidir. Qadınlar təcrübə adı altında çoxsaylı münasibətləri normallaşdırmağa çalışsalar da, kişilər bunu sadəcə keçmiş kimi görmür, gələcək təhlükə kimi dəyərləndirir. Çünki keçmiş davranış gələcək davranışın ən güclü göstəricilərindəndir. Nəticə, kişilərin öz həyat yoldaşını və münasibət qurmaq istədiyi qadını seçərkən keçmişə əsaslanaraq qərar verməyə tam haqqı var. Bu nə cinsiyyətçilik, nə nifrət. Bu təbii seçim mexanizminin, bioloji instinktin və həyat təcrübəsinin nəticəsidir.